Burada deyirsən, x-in yerinə mənfi 4 mü qoya bilmirsən? Çünki loqaritmada bu xət var. Buna nə deyirlər? Şaquli asimtot. Bu asimtot o deməkdir ki, x-in yerinə mənfi 4 qoyanda loqaritmanın içərisi 0 olur. İlk kəsildiyi yer olur. Oradan ona fikir ver, gəlib ona çata bilmir. Bax. Məsələn, adi loqaritma 3 əsasından x-i necə çəkirdik belə? Yəni y-in ola bilmirdi 0. Y-in 0 olmaq üçün də x-ə sən 0 verə bilmirdin. Elə deyil. Çünki kimi kəsirsə digəri nə idi? 0. Yəni x-ə mənfi 4 verəndə loqaritmanın içərisi 0 olmalıdır. Ona görə k olur 4. Razısınız? Çünki bax, mənfi 4-ü x-ə verə bilmirəm. Yəni bunun içində loqaritma n əsasından 4 plus x. Belə bir şey var. X-ə mənfi 4 verirsəm, loqaritma üzrədə sınır orada. Anladıq? Danışın. 4K 4 hardan oldu? Bu da buna görə. Baxın, bu da burada verib. Baxın. Yəni deyirsən, x-ə mənfi 4-ü gəlib çatmayacaq. Loqaritmada da harada çata bilmirik? Mənfi doğru keçə bilmirik ki, onsuz 0 olanda dayanırıq. Bildiniz? Bu o deməkdir. Sonra nə deyir? Deyir, x-ə 0 verəndə y 1 imiş. Deməli, mənim qrafikim üzrə belədir də. Fx m plus loqaritma 4 əsasından n əsasından x plus 4. Deyir, x-ə 0 verəndə, yəni m plus loqaritma n əsasından 4 olur. Y 1 imiş. Bu belə. Bəs yaxşı, bu nədir? Y-ə 0 verəndə x mənfi 2 imiş. Deməli, x-ə mənfi 2 verirəm. Burada da 2 qalır. Y isə 0 imiş. Bu nə gəldi çıxdı? Müəllimlər. Simultanelikdə tərəf-tərəfə çıxarır. Sistem. Tərəf-tərəfə çıxarıq. Çıxanda bölmə olacaq. Burada da 1 olacaq. Onda n neçə olacaq? 2. N'in yerinə 2 qoyun. 2-də 2 1-dir. M də oldu mənfi 1. K da oldu 4. Deməli, sizin burada bilməyəcəyiniz nə varmış? Mən belə başa düşdüm. Bu şaquli asimtot varmış. Şaquli asimtot loqaritmada nə deməkdir? O həmin x-i yerinə yazanda loqaritmanın içərisi 0 olur.